İmam Musa Kazım əleyhissalamın mövlud günü münasibəti ilə zəmanə imamı başda olmaqla bütün əhl-i beyt dostlarını təbrik edirik və Allahdan istəyirik ki, Həzrətin bu mübarək mövludu bütün ümmət İslama bərəkətli olsun. Bütün əhl-i beytin ziyarət və şəfaəti əhl-i beyt aşiqlərinin nəsib olsun inşallah. İlk öncə Həzrətin həyatına qısa bir nəzər edək. Həzrətin mübarək adı Musa, ləqəbi Kazım, künyəsi Əbülhəsəndir. Kazım ləqəbini ona görə vermişlər ki, Həzrət nadanlarla münasibətdə dözüm nümayiş elətdirmiş, qəzəbini boğmuş, ona görə qəzəbini boğan ləqəbi ona verilmişdir. Əbülhəsən adı da künyəsi bir neçə imama məxsus olduğu üçün Əbülhəsənül əvvəl künyəsi ilə tanınmışdır, yəni birinci Əbülhəsən. Həzrətin əziz atası İmam Sadiq əleyhissalam, əziz anası xanım Həmidədir. Həzrətin mövlud ili 128-ci il Zilhiccə ayının 20-si Məkkə və Mədinə arasında olan Əvva məntəqəsində olmuşdur. Miladla 746-cı ilə təsadüf edir. Həzrətin şəhadəti Hicrətin 183-cü ili Rəcəb ayının 25-də miladla 799-cu ilə təsadüf eləmişdir. Həzrət Bağdadda Sindi ibn Şahəkin evinin zirzəmisində zindanda zəhərlənmiş və orada şəhadətə qovuşmuşdur. Qəbri şərifi Kazimeyn şəhərindədir. Həzrətin ömrü 55 il olmuş, imamət müddəti isə 35 il davam eləmişdir.